Herkese salam, YouTube kanalıma xoş gəlmisiniz. Sizi Bobinlə birlikdə salamlayırıq. Bu günlər İstanbuldan aldığım bu qədər şeyi sizə göstərmək istəyirəm. O zaman ilk aldıqlarımızı göstərməyə gedək. Birinci sizə ən qısa olan bir şeyi göstərmək istəyirəm, Bolçi. Türkiyədə Bolçi şirkəti çox məşhur şirkətdir və qiymətləri doğrudan da çox yaxşıdır. Çox qəşəng şokoladları var. Sadəcə belə göstərmək istəyirəm. Yəni çox dadlıdır həqiqətən bu şokoladlar. Biz bundan gələndə neçə korobkalarla almışdıq. Videonu 5 gün sonra çəkirəm. Yəni heç bir cürə vaxt tapa bilmədim videonu çəkməyə. O hamısını yemişik, bir dənə bu qalıb. Yəni çox qəşəngdir. Hər cürə qutuda, hər cürə formalarda var. Keçək gratis alış-verişimizə. Belə bir makiyaj pambığı almışam. Mənim ən çox istifadə etdiyim qoltuqaltılar, Davın sabun formasında olanları. Bu arada onu demək istəyirəm ki, maye kimi olanlar heç keyfiyyətli deyil və onlar çox zərərlidir. Antiperspirant olaraq dezodorantlardan və sulu mayelərdən biraz uzaq durun. Çalışın daha belə quru şeylərdən istifadə edin. Həm gün ərzində çox rahat saxlayır, qupquru saxlayır və həqiqətən də qətiyyən qoxu falan görə bilməzsiniz. Yəni baxım kremini istifadə eləmirəm. Sadəcə orada aldıqlarımın içində mənə dedilər ki 100 TL-yə düşüb. Mən də dedim ki olsun. İstifadə eləməsəm də kiməsə hədiyyə edərəm. Yəni bu gördüyünüz 100 TL-dir. Yəni heç nə də demək olar ki. Orada istifadə eləmək üçün almışdım. Elidor'un saç baxım yağı və şampunu. Mən əvvəllər Elidor istifadə edirdim. İndi Morphos istifadə edirəm. Mənim saçlarım çox qurudur. Mənim saçlarım yağlanmır demək olar ki. Ən çox da ucları çox qurudur. Ona görə mən artıq Elidor istifadə eləmirəm. Elidorun yerinə Morphos istifadə edirəm. Onun baxım kitini istifadə edirəm. Çox həqiqətən çox saçıma yarayır. Ayda bir dəfə, 2 dəfə başqa bir şampuna keçirəm ki, saç dibim eyni şampuna öyrəşməsin. Öyrəşəndə saç dibləri yapışır başa. Bu da məndən sizə bir məsləhət olsun. Sensodyne'in bu kiçik, gözəl, şirin diş pastası. Bir də təbii ki White Plus. Bunu da aldım oradan, qiyməti ucuzdur deyə. Keçirik bu tərəfə. Sephora, bəli, Sephora. C-Y vitamini qarışığı, bu toz pudrası. Sephora'nındır. Üzümüzün, üz dərimizin nazik bir təbəqəsinin daha pürüzsüz, daha ışıltılı, aydınlıq olması üçün istifadə olunan baxım tozudur. Bitib, tükənib və dalbadal aldığım, bitdikcə yenilədiyim, getəndə 2 dənə, 3 dənə aldığım Sephora'nın Size Up tuju 819 TL olub. Mən alanda 409 TL 50 quruşa düşüb. The Ordinary hyaluronik aciddir və bu 2%likdir. Daha sonra Blush. Yəni Sephora'nın təzə çıxartdığı o rumyana. Deməli uşaqlar, bu həm rumyana, həm də ki ten kimi istifadə olunur. Hətta bu rəngi highlighter kimi də istifadə olunur. Güzgüsünü də açaq. Bu yağlı rumyanadır. Lip balm Sephora. Berry rəngidir. Baxın. Uşaq vaxtı aysu içirdi, aysu falan içirdi, cansu. Biraz onun parfümlü belə dadı var. Çox qəşəng, çox bəyəndim. Dodağımda necə görünür? Məncə qəşəng görünər. Aldıqlarıma mənə hədiyyə olaraq Sephora'nın yeni çıxan bu tonalisinin gördüyünüz kimi belə kiçik flakonlarda probnikini veriblər. Bir də parfüm probniki vermişdilər. Onu görmədim. Harasa tullamışam yəqin ki, istifadə eləyib. Fenty Beauty tujudur. Yəni bu qədərdir. Görürsüz, bu qədərdir yəni. Məncə çox qəşəngdir. Baxın. Çox şirindir. Ümumi 4430 TL elədi. Bura yazacağam nə qədərdir Azərbaycan pulundan. Amma bizə 500 TL endirim oldu və biz 3930 TL 50 kuruş ödəmişik ümumi bu qədər Sephora alış-verişinə. İndi isə keçirik gratisin ikinci alış-verişinə. Gördüyünüz kimi belə göstərim də arxasından yox. Burada kağız maskalardır, vitamin C falan, Garnier göz altı maskası və s. Neutrogena'nın peeling gelini almışam. The Purist daha cibə uyğun, daha böyük flakonu. Çox yaxşıdır. Mən bunu 3 dənə qutu falan istifadə eləmişəm də. Yəni o qədər yaxşıdır ki, cildi siz necə eləyir? Dərinin məsamələrini yığır, rəng tonunu az da olsa bərabərləşdirir. Üzü belə parlaq eləyir. Burun ucu elə bilirsiniz ki, highlighter çəkmisiniz. Yəni elə parıldayır. Daha sonra qəribə özünə Sprite'ın lip balmını aldırıb mənə. Vazelin də elə onu istəyib. Uşaq vaxtı istifadə etdiyimiz kleylərə oxşayır bildiyiniz. Sonra bir dənə belə qara maska, qara gil maskasıdır. Bir dənə belə əl kremi. Yoğurt kimi iyi var. Adam yemək istəyir, amma çox parfümlüdür da. Yəni bilinir ki, içinə parfüm vurulub. Amma iyi, çox qəşəngdir həqiqətən. Biolis markasının Tempaletidir. Az bir vaxt olanda bunu ya da bunu istifadə edə bilərəm. Bu heç istifadə etdiyim rənglər deyil. Sarı, yaşıl, göy.
Çəhrayı rəngi qarışdırıb istifadə edə bilirəm, tünd korичневый ilə falan. Ən çox bu rəngləri istifadə edirəm. Bu baz olaraq bu da göz pınarlarına istifadə edəndə kremsidir. Toz ten deyil. Berry Shine lip balm olmazsa olmaz. Qəriblə bərabər aldım. Rəngsizdir gördüyünüz kimi, heç rəngi yoxdur. Maybelline New York Baby Skin olmazsa olmaz. Hər kəsin təriflədiyi və mənim heç bir zaman almadığım o Maybelline-in qaş sabitləyicisi. İğrənc bir skoçlanmış. Bunu da açaq. Karandaş almışam. Həm dodağa, həm göz içinə çəkməyə. Korичневый karandaşı göz içinə çəkməyə çox xoşlayıram. Baxın, skoç barmağımda qaldı. Rəngi 33-dür. Markası valla bilmirəm, Astra yazılıb üstünə. İndi keçirik Adidas'dan aldıqlarımıza. Bu kampusları almışam. Çox bəyəndim bunları. Endirimli qiymətindən deyirəm sizə. Endirimli aldım. 3300 TL-yə, yəni 100 neçə manata aldım. Çox yaxşı, yarı qiymətindən daha ucuz. Daha sonra Adidas'dan özümə, mən bir kepka qadın olduğum üçün 499 TL 90 kuruşa düşüb 1049 TL-dən. Adidas'ın belt bagi gördüyünüz kimi çantası. Çox içi böyüdür. Mənim belt baglərim heç biri böyük deyil. Ona görə də biz hansısa ölkəyə gedəndə qərib mənim üstümə həmişə qışqırır. Çünki axırıncı dəfə Macarıstandan belt bag aldırmışdım özümə. Hardasa sizə deyim ki, bu boydadır içi də, yəni içi bu boydadır. 599 TL 90 kuruşa düşüb 1499 TL-dən. Sağlamlıq hər şeydən daha önəmlidir mənim üçün. Bu həyatda sağlamlıqdan önəmli heç bir şey yoxdur. Ona görə də Türkiyədə dərmanların keyfiyyətini və qiymətini bildiyim üçün Türkiyədən dərmanlar alıb gətirmişəm. Burada D3 və K2 vitaminləri var. Omegasız olmaz. Fizioterapiyaya gedirəm. Dizimdə ön çarpaz bağ qopmaq üzrədir, 20% falan qalıb. Ona görə mən düşündüm ki, mənim kalsium falan çatmır da, kalsium, magnezium, sink bunlar çatmır. Ona görə kalsium, magnezium, sink, vitamin D3 qarışımı belə tabletkalardır. İçində 4 dənə listdir. Qışda boğazım tez-tez ağrıdığı üçün Strefen adında boğaz ağrısı dərmanı. Bu sormadır. Sorma olmağını göstərim sizə. Amma bu strepsiz kimi ağrını azaltmır. Bu bildiyiniz ağrını kəsir. Ən şok olduğum şey Valtaran. Valtaran bizim ölkədə 8-7 manatdır mazı. Biz oradan 3 manat aldıq uşaqlar. İnana bilirsiniz. Yəni bu maz ağrı kəsicidir. Ağrıyan yerlərinə çəkirsən, qızışdırır və ağrını azaldır. Ən çox qulunçlara, boyuna istifadə edirik. 3 manata. Çox yaxşı. Niyə də olmasın ki? Sonra bu da Bengay. Bu da ağrı kəsicidir. Dəri üzərinə istifadə olunur. O da nanəlidir bu. Yeri qızışdırır və sakitləşdirir də, belə deyək. Vitamin C. Bir alana bir hədiyyə idi. Qutuda 2 dənə gəlir. Mən də almaq istədim. Çünki vitamin C çox istifadə edirik. Vitamin C çox yaxşıdır. Yəni bu bilirsiniz də, suya atırsan belə pış şey içirsən ondandır. Çox da dadlı olur bunların dadı həqiqətən. Yəni məsləhət görürəm. Qışda tez-tez xəstələnirsinizsə, boğazınız ağrıyırsa, özünüzü immunitetinizi zəif hiss eləyirsinizsə, yuxunuz tez-tez gəlirsə, gecə-gündüz rejiminiz qarışıbsa, demək ki, sizdə çatışmayan vitaminlər var. Ona görə bunlardan həkim məsləhəti olmadan da istifadə edə bilərsiniz. Tylenol 659 TL 49 kuruş bir vermişik. 3473 TL 64 kuruş bir vermişik. Mənim üzgüçülük açkimlə yoldaşımın açkisini buradakı oğlan yeyib, biz evdə olmayanda. Decathlondan protein bar falan almağa girmişdim. Bu açkiləri gördüm. Birini 120 TL-yə. İnana bilirsiniz? 120 TL-yə almışam birini. Çox keyfiyyətli yapışır falan. Sırada Duty-Free'dən aldıqlarım var. Nutella. Baxın, bu şeydir, Karagöz Hacivat. Mən sizə muzeydə çəkmişdim. Onun şokolatıdır. Bu meyvə qurusudur, True Dates. Biz diyetaya başlamışıq güya. Güya diyetaya başlamışıq biz. Axşam dönər yeyib səhər diyetaya başlayanlardanıq. Bunun dadına baxmaq istəyirəm. Jilibom kimi meyvə qurularıdır. Və son olaraq Qərib bəyin ən sevdiyi şey burada bütün mağazalarda qurutduğu Haribo. Ən sevdiyi şey. Və görün nə boyda alıb. Temu'dan aldıqlarımı, sifarişlərimi göstərmək istəyirəm. Burada da dediyim kimi sifarişlərin hamısı yoxdur. Bəzilərindən bir dənə falan qoymuşam ki, yer tutmasın. Deməli, itimə belə kapüşonlu paltar sifariş eləmişəm. Hava soyuyur, bu da yundur da, yəni çox yaxşıdır. Salıca bir dənə axın gəlir. Öz paltarı da axın. Gəldi. Nədir bu?
Dalınca bir dənə belə jiletka sifariş eləmişəm. Bu da hörmə yumşaq materialındadır. Giyinirsən bunu? Hə, birazdan giyinərsən gedər. Sonra bir səyahətə çox getdiyimiz üçün belə bir diş şotkası qabı, Oral-B'dir də, aparatdır. Aparatın birini götürmək üçün, 2 dənə də başlığını götürmək üçün belə bir şey sifariş eləmişik. İzləmirsinizsə çox üzülərəm, izləyirsinizsə bilirsiniz. Biz qəlbdən oyunlar oynayırıq. Bu da oyunlarımızdan biridir. Təzə sifariş eləmişəm, hələ quraşdırmamışam. Bunu bura taxacağıq. Sonra bunları da qoşacağıq. Bu da çəkiclərimizdir. Vuracağıq kim uduzdur. Bu isə kameralarımız, şunurlarımız üçün sifariş eləmişik. Harasa gedəndə, daha çox da xaricə gedəndə içinə şunurlarımızı və s. belə kiçik xırda flash kartlarımızı falan qoymaq üçün. Əslində mən bunu GoPro üçün sifariş eləmişəm, amma bu GoPro üçün çox balacadır. Ona görə də belə xırda şeyləri qoymaq üçün. Amma keyfiyyət olaraq çox yaxşıdır. Bunu başqa şeylərdə istifadə eləmək olar bu arada. Bir də sizə bundan danışmaq istəyirəm və tövsiyə eləmək istəyirəm həqiqətən. Yəni nə qədər mənim sözümə güvənirsiniz bilmirəm, amma güvənsəz çox yaxşı olar. Niyə? Çünki bu nəm çəkəndir. Bu nəm çəkəndir. Bunun içindəki nədir mən bilmirəm. Çünki Çin dilində yazılıb, Çin dilini bilmirəm. Bunu hara istəyirsiniz asırsınız. Məsəl üçün şifonerin içinə. Bizdə şifonerin ən aşağı hissəsində nə qoyursan iyi gəlir. Nəmişli iyi gəlir. Amma başqa heç bir yerində nəmişliyi yoxdur. Mən bilmirəm niyə. Mən də bundan aldım, qoydum aşağıya. Bu buradan deməli nəmi yığır, bu material nədir? Nəmi yığır, bura doldurur suyu. Ya bildiyiniz bura qədər 5 günə bura qədər su dolmuşdu da, yəni çox keyfiyyətli bir şeydir. Ona görə mən hər sifarişdə bundan sifariş edirəm. 12 dənə olur içində, yəni çoxdur. Yarısını da indi hamama falan asmışam. Bizdə hamamlarda havalandırmadır, portçuqa yoxdur. Ona görə də bunlardan asıram hamama. Qupquru, çiçək, 1 qram nəmişliyinə əlaqən belə olmur. Yəni çox yaxşı. Bu da xaladelnikin içi üçündür. Xaladelnikin şüşələrinə qoyum ki, çiklənməsin, nəm olmasın, özünə yıxsın. Yapışqan belə. Çox yaxşıdır bu da. Divara vurursan, bu aparat diş şotkalarını taxmaq üçün. Çünki aparat diş şotkalarını hər yerə qoymaq olmur axı. Onu taxmaq üçün bura, keçirtmək üçün. Bunu sifariş eləmişdim. Qırıq gəlmişdi, düzəltdim. Bu saçımı vurub belə buradan yığmağa. Çünki mənim saçımın bu qabaq hissəsi son zamanlarda yəni çox yatır aşağı. Buralar yapışır başıma. Minnakar salfetkalar. Çantada da yer tutmur. Ümumiyyətlə mini şeylər yaxşıdır da, balaca çantaya hər şey yerləşdirə bilirsən. 8 paçkadır. Bu qəribə alıb, mən bilmirəm bu nədir. Pəncərə silmək üçün belə materialda bezlərdir. Şüşə pəncərə silmək üçün. Ləkə qoymur. Kuxnaya belə bezlər və bunlar sonra paltar yuyanda yuyub yenidən sıfır təzə kimi istifadə edə bilirsən. Bu da bir oyundur. Daha böyük gözləyirdik, daha kiçik gəlib. Bu da bir oyundur. Bunu da böyük gözləyirik, bu da kiçik gəlib. Çünki qiyməti baha idi, ucuz deyildi. Əvvəllər Temuda qiymətlər çox daha ucuz idi. İndi çox daha bahadır. Bilmirəm niyə. Sizə də elə gəlirmi? Ömrümdə ilk dəfə Temudan aksesuar vurmuşam. Belə bir sırğadır. Bunu elə bil ki, bura taxırsan, bunu da qulaqlarına keçirdirsən. Bilirsiniz nədir? Bunu özüm də sifariş gələndə 2 saat baxdım ki, bu nədir, mən nə sifariş eləmişəm. Girdim sonra telefonda. Bu gözəl şey mənim həyatımı qurtaracaq. Çünki bu qazan tava sürtmək, təmizləmək üçündür, dibini qazmaq üçündür. Və mənim tavalarım, qazanlarım materialı elədi ki, dəmir qaşıq vurmaq olmaz. Ona görə bunu almışam. Bununla belə həm dibini cızmadan, həm də yağını rahat təmizləyə bilərəm. Ucu çox kəskindir və plastikdir. Çox ideal. Ən sevdiyim bu sifarişdən budur. Təbii ki, eynək qadının olmazsa olmazı eynək. Bu qədər. Bütün alışverişim bu qədər. Buralara elə günə saldım ki, yəni şok olarsınız. Ümid edirəm ki, videomu bəyəndiniz. Sizi sevirəm. Like atmağı unutmayın. Digər videolarıma da keçib baxsaq çox sevinərəm. Buralara falan qoyacağam. Burada abunə olun qoyacağam. Öpürəm. Görüşərik. Bye bye.